dünyanın heç yerində olmayan sizə xüsusi bir salat göstərirəm. Kafeland salatı. Kafeland salatının sizə hazırlanma qaydasını göstərmək istəyirəm. Amma bizim bu xüsusi salatımız olduğuna görə tərkibini tam göstərməyəcəyik. Ustanın bəzi çəkilişdən hissələrini qoyuram ki, görün də yəni tərkibinə nələr aiddir. Hal-hazırda ustanın əl işini izləyirsiniz. Şahını doğrayır, xiyarı doğrayır, pomidoru doğrayır. Bəzi xüsusi ədviyyatlar ki var, bunu daha xüsusi eləyir. Və salatı xüsusi eləyən əsas amil odur ki, salat digər salatlardan fərqli olaraq isti şəkildə servis edilir. Eləyək, baxay necədir, mən də ilk dəfə yeyirəm. Mənə təriflədilər. Prosta mən sizə tərifləməzdən qabaq gələk bunun dadına baxım. Bismillah. Biraz duzlu salatdır və istidir. Mən biraz gəl gözləyədim, soyusun sonra yeydim. Bəlkə də qanunu belədir, bilmirəm. Amma çox dadlıdır. Duzluğu var. Duzu sevənlər üçün vapşım əla bir şeydir məncə. Və çox dadlıdır. Mütləq gəlib bunu Kafeland restoranında sınamalısınız. Hər birinizin yolunu gözləyir Kafeland restoranında. Təşəkkürlər.